İnsanlar arasında dindar kimi tanınan bir şəxs səhv bir hərəkət eləyəndə, yalan danışanda və ya kimisə haqqına girəndə dərhal bəzilərinin reaksiyası bu cür olur ki, bax, dindarlar hamısı belədir və din də elə budur. Amma gəlin səmimi olaq ki, biraz dərindən düşünəndə görürük ki, bu yanaşmamız tamamilə səhvdir və böyük bir ədalətsizlikdir. Təsəvvür edin ki, küçədə gedirik və bir sürücü qaydalara əməl etmədiyi üçün qəza törədir. Biz bu halda durub yol hərəkət qaydalarını günahlandırırıqmı? Bilirik ki, qayda düzgündür. Sadəcə sükan arxasında olan sürücü məsuliyyətsizdir. Din və dindar məsələsi də elə bu cürdür. Din ideal bir sistemdir. Dini qaydalar bir insanı daha ideal, daha ədalətli və daha mərhəmətli etmək üçün gəlib. Amma təəssüflər olsun ki, bəzi şəxslər özlərini cəmiyyət arasında dindar kimi göstərsə də, əslində o qaydalara layiqincə əməl etmirlər. Buna görə də bayaq dediyimiz kimi məsələ ortaya çıxır. İmam Əli əleyhissalam kəlamların birində belə buyurmuşdur. Dini insanlara görə tanıyanlar dalğalar arasında qalan gəmi kimidir. Yəni, hər an bata bilərlər. İmam buyurur ki, sən əvvəlcə haqqın özün tanı, sonra haqq əhlini, yəni o haqqa düzgün əməl edənləri öz-özünə tanıyacaqsan.